Salam, hörmətli abituriyentlər. Bu gün sizlərlə Monqol dövləti, Qızıl Orda dövləti və Teymurlər dövləti mövzusunun izahına baxacağıq. Monqollar Mərkəzi Asiyanın çöllərində yaşayan xalqlardılar və Monqollarda 12-ci əsrə qədər nəsli qəbilə quruluşu mövcud olubdur. 12-ci əsrdən etibarən tayfalar arası çəkişmələr, iqlim şəraiti, həmçinin otlaq sahələri uğrunda gedən mübarizələr nəticəsində yavaş-yavaş nəsli qəbilə quruluşu dağılır və köçmə xarakterli feodalizm meydana gəlir. 12-ci əsrdə bu köçmə xarakterli feodalizmin meydana gəlməsi ilə bağlı olaraq hərbi təşkilatlar olan ordular yaranır. Və həmin bu hərbi təşkilatlara Monqollarda bahadırlar və noyonlar başçılıq etməyə başlayır. Bu bahadır və noyonlar zaman keçdikcə xan titulu almağa başlayırlar. Və 1206-cı ildə 10 çay sahilində keçirilmiş qurultayda özünü Temuçin özünü Çingiz xan adı ilə xaqan elan edərək paytaxt Qaraqorum olan Monqol dövlətinin əsasını qoyur. Yadımıza gəlir ki, Dehli Sultanlığı da 1206-cı ildə yaranmışdı Hindistan bölgəsində və Monqol dövləti də eyni ildə yaranıbdır Mərkəzi Asiyada. Çingiz xanın hakimiyyəti dövründə Çingiz xan güclü ordu yaradır. Həmin eyni Mete xaqan kimi ordunu onluqlara, yüzlüklərə, minliklərə, tümənlərə bölür. Həmin ordu hissələrinin başlarına onbaşılar, yüzbaşılar, minbaşılar və tümənbaşılar təyin edilir. Çingiz xanın ordusu tayfa müxtəlifliyi prinsipinə əsasən qurulur. Çingiz xanın yaratdığı dövlətin, yəni Böyük Monqol dövlətinin qanunlar toplusu Böyük Yasa adlanır. Böyük Yasanın tərkibində Çingiz xanın əmrləri, fərmanları, yarlıqlar, əmrlər, yasaqlar, qanunlar və Çingiz xanın vəsiyyətləri, həmçinin dövlətin idarəçilik sistemi, vergi sistemi öz əksini tapmışdır. Demək, Monqol dövlətinin vergi və idarəçilik sistemini, yarlıqları, yasaqları, Çingiz xanın nəsihətlərini, vəsiyyətlərini özündə əks etdirən qanunlar toplusu necə adlanır? Böyük Yasa. Çingiz xanın dövləti mərkəzləşmiş dövlət deyildi. Yəni, Monqol dövləti mərkəzləşmiş dövlət deyildi. Bunun səbəbi odur ki, Çingiz xan ölümünə yaxın dövləti öz övladları arasında uluslara bölür. Ulus Monqol dövlətində ərazi vahididir, inzibati ərazi vahidi. Uluslara bölündüyünə görə Monqol dövləti də mərkəzləşmiş dövlət hesab edilmir. Və Monqollar başlayırlar 1207-ci ildən işğallara. Çingiz xan ilk olaraq bəzi türk tayfalarını öz ətrafında birləşdirir. 1207-ci ildə Sibir və Şərqi Türkistan işğal edilir. 1211-15-ci illərdə Çinin şimal hissəsi və Pekin şəhəri işğal edilir. 1219-21-ci illərdə məlumdur ki, bu zaman Xarəzmşahlar dövləti var idi. Hansı ki, keçən dərsimizdə qeyd etdik ki, Şəmsəddin el tutmuş. Demək, Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddini sığınacaq vermişdi. Eyni Xarəzmşah Məhəmməd kimi Xarəzmşah Cəlaləddin də, yəni atası kimi Monqollara qarşı mübarizədə böyük uğurlar əldə edə bilmir və Monqollar Xarəzm bölgəsinin tutulması ilə bütün Mərkəzi Asiyanın işğalını başa çatdırırlar. Mərkəzi Asiyanın işğalı Xarəzmin tutulması ilə başa çatdırılır. Həmçinin Monqollar Xarəzmşahlar dövlətini süquta uğradıblar. 1220-22-ci illərdə Cəbə və Subutayın başçılığı altında Monqollar Cənubi Qafqaza birinci kəşfiyyat yürüşlərini eləyirlər. Bundan sonra məlumdur Azərbaycan tarixində keçmişdir ki, Kalkaçay sahilində döyüş baş verir və Rus Qıpçaqların birləşmiş qüvvələrini Monqollar məğlubiyyətə uğradırlar. Rus Qıpçaqlar məğlubiyyətə uğrayır. Və Çingiz xanın işğallarının belə uğurla həyata keçməsinin səbəblərinə Çingiz xan dəqiq kəşfiyyat məlumatları toplayırdı. Həmçinin düşmənin zəif və güclü tərəflərini tez öyrənirdi. Həmçinin düşmənə gözlənilmədən qəfil zərbələr endirirdi, yəni gözlənilmədən hücuma keçirdi. Bu səbəblər Çingiz xanın hərbi uğurlarının, hərbi strategiyasının əsas nöqtələridir. Yəni, əsas uğurlar qazanmasının səbəbləridir. Bəs niyə Monqollar işğal etdikləri əraziləri asanlıqla ələ keçirirdilər? Bunun səbəbi odur ki, işğal olunan ərazilərdə, məsələn, elə Cənubi Qafqazı götürək, vahid dövlətin olmaması, feodal dağınıqlığın hökm sürməsi, ara müharibələrinin baş verməsi gətirib məhz elə həmin ərazilərin Monqollar tərəfindən işğal olunmasına
çıxardırdı. Monqol dövləti haqqında bizim deyəcəyimiz növbəti şəxs Xubilay xandır. Xubilay xan 13-cü əsrin ikinci yarısında hakimiyyətdə olub, 1264-94-cü illərdə və Xubilay xanın hakimiyyəti dövründə paytaxt Qaraqorumdan Pekin şəhərinə köçürülür. Həmçinin Çinin cənubu işğal edilir, beləliklə Çinin işğalı başa çatdırılır və Çində Monqol əsilli Yuan sülaləsinin əsası qoyulur 1271-ci ildə. Yəni Monqol imperatorları özlərini Çin imperatoru elan edirlər və Çini idarə etməyə başlayırlar. Yuan Monqol sülaləsi tərəfindən idarə olunur Çin 1271-ci ildən 1368-ci ilə qədər. Həmin bu Çində Yuan sülaləsi, Yuan Monqol sülaləsi üsyan nəticəsində devrilir və 1368-ci ildə Yuan Monqol sülaləsinin hakimiyyətinə Çində son qoyulur. Monqol dövləti isə 14-cü əsrin əvvəllərində kiçik-kiçik xırda müstəqil dövlətlərə parçalanır. Gələk danışaq Qızıl Orda dövlətinin yaranması prosesindən. 1235-ci ildə Qaraqorum şəhərində keçirilən qurultayda Monqollar qərara alırlar ki, demək Günbatan ölkələrə və Cənubi-Şərqi Avropa ərazisinə yürüşlər edilməlidir. Həmin yürüşlərə də demək Çingiz xanın nəvəsi, Qərb ulusun başçısı Cuci xanın oğlu olan Batı xan tərəfindən yürüşlər həyata keçiriləcəkdir. Batı xanın yürüşlərinin nəticəsində İdil Bulqarları tabe edilir, Ruslar, Rus knyazlıqları tabe edilir, Kiyev ərazisini 1240-cı ildə tutur, Polşa, Alman, Macar qüvvələri məğlubiyyətə uğradılır, tabe edilir. Həmçinin Macaristan, Çexiya əraziləri Batı xan tərəfindən tabe edilir. Ancaq işğal olunmuş ərazilərdə bu boydakı ərazi işğal edilibdir. Bu qədər ərazinin hər birində işğal olunmuş ərazilərdə üsyanların baş qaldırması, daxili çəkişmələrin baş verməsi, həmçinin Monqollarda belə bir xüsusiyyət vardı ki, xaqan öldükdən sonra yeni xaqanın seçilməsi qurultayda həyata keçirilməlidir və bu qurultayda dövlətin qabaq gələn bütün bahadırları, noyonları, sərkərdələri iştirak etməlidir. Batı xana məlumat gəlir çatır ki, yürüşdə olduğu müddətdə Monqol xaqanı vəfat edibdir və yeni Monqol xaqanının seçilməsi üçün Batı xan yürüşü dayandırmalı və Monqol imperiyasının paytaxtına Qaraqorum şəhərinə geri qayıtmalıdır. Batı xan yürüşü dayandırır, İdil çayı sahilinə qədər gəlir, lakin yeni xəbər gəlir çatır ki, Batı xanın yürüşdə olması nəzərə alınaraq dövlət daxilində qarışıqlıq yaranmasın deyə yeni Monqol xaqanı seçilib də artıq Batı xanın gəlməsinə ehtiyac yoxdur. Və Batı xan da İdil çayının sahilində Saray Batı şəhərinin əsasını qoyur, öz adına Saray Batı şəhərini saldırır və 13-cü əsrin 40-cı illərində Monqol əsilli Qızıl Orda dövlətinin Batı xan tərəfindən əsası qoyulur. Hülakülər dövləti də, eyni Qızıl Orda dövləti də Monqol əsilli dövlətlərdilər və bunlar Monqol yürüşlərinin nəticəsində, Monqol işğallarının nəticəsində yaranıblar. Batı xanın əsasını qoyduğu dövlət 13-cü əsrin 40-cı illərindən, yəni 1240-lardan 1280-90-lara qədər, 13-cü əsrin sonlarına qədər böyük Monqol xaqanlığından asılı vəziyyətdə idarə olunubdur. Ancaq 13-cü əsrin sonlarından başlayır Qızıl Orda dövləti özünü müstəqil surətdə idarə eləməyə. Həmçinin qeyd eləyək ki, Qızıl Orda dövlətini biz əsasən Rus knyazlıqlarını asılı hala salması ilə, yəni Rus knyazlıqlarının da Qızıl Ordadan asılı olması ilə yadda saxlamalıyıq. Özbək xaqanından danışsaq, biz Özbək xaqanının adını Azərbaycana etdiyi, hansı ki Qızıl Orda dövlətinin Azərbaycana yürüşləri ki var idi, Elxani hökmdarı, Hülaki hökmdarı Əbu Səidin dövründə Azərbaycana 2 dəfə yürüş etmişdiyi 1318-35-ci illərdə oradan xatırlayırıq və Özbək xan dövlətdə İslam dinini rəsmən dövlət dini elan edir, türkləşmə prosesini başa çatdırır. Özbək xanın bu tədbirlərin nəticəsində dövlət güclənir. Özbək xanın həmçinin Azərbaycana olan yürüşləri də vardı. Yadımıza salaq ki, Qazan xan da İslam dinini qəbul eləmişdi Hülakülər dövlətindən və Özbək xan da İslam dinini qəbul etmişdir, rəsmi dövlət dini elan etmişdir Qızıl Orda dövlətindən. 1380-ci ildə, hansı ki bu Rus knyazlıqları asılıdır Qızıl Ordadan, həmin bu Rus knyazlıqları bu asılıqdan çıxmaq üçün 1380-cı ildə Kulikovo adlı yerdə döyüş baş verir, Ruslar qələbə qazanırlar və Qızıl Ordanın sərkərdəsi, hökmdarı yox, sərkərdəsi Mamay xan məğlubiyyətə uğradılır və Rus knyazlıqları asılılıqdan çıxırlar. Lakin
Toxtamış xanın hakimiyyəti dövründə, hansı ki Toxtamışı da Terek döyüşündən Azərbaycana olan yürüşlərindən xatırlayırıq 1385-ci ildə, hansı ki Azərbaycanı tərk etməsinin səbəbi Əmir Teymurun Azərbaycana 3 illik yürüş etməsi idi. Toxtamış xan 1382-ci ildə Moskvanı tutur, Moskvanı yandırır və beləliklə Rus knyazlıqları yenidən asılı vəziyyətə düşür. Yenidən Ruslar asılı vəziyyətə düşür. Toxtamış xan 1395-ci ildə Terek çayı sahilində baş vermiş döyüşdə Əmir Teymur tərəfindən məğlub edilir və orada da ölür. Və Rus knyazlıqları bir müddətdən sonra yenidən asılıqdan çıxırlar Qızıl Orda dövlətindən və 1480-cı ildə Qızıl Orda xanı Əhməd xan çalışır ki, Rus knyazlıqlarını məğlubiyyətə uğratsın. Qoşun toplayır, gəlir Uqra çayının sahilinə, Rus knyazlıqlarını dövlətdən yenidən asılı vəziyyətə salmaq, dövlətin qüdrətini bərpa etmək üçün Uqra çayının sahilində qarşı tərəfdə dayanmış Rus qüvvələri üzərinə hücuma keçməkdən Əhməd xan qorxur və bu qorxu bu hadisənin Uqra görüşü adlandırılmasına gətirib çıxardır. Yəni Qızıl Orda xanı Əhməd xan Uqra çay sahilində Ruslar üzərinə hücum eləyə bilmədi. Bunun nəticəsi nə oldu? Rus knyazlıqlarının, Moskva knyazlığının Qızıl Ordadan asılılığına tamamilə son qoyuldu. Qızıl Orda dövləti 15-ci əsrin ortalarında parçalanır və bu parçalanma nəticəsində Qazan xanlığı, Həştərxan xanlığı, Krım xanlığı və Noqay ordusu adlı dövlətlər yaranır. Bəzən testdə çaşdırmaq üçün yazır ki, 15-ci əsrin ortalarında Qızıl Orda dövlətinin süqutu nəticəsində bu dövlətlər yaranıbdır. Xeyr, Qızıl Orda dövlətinin parçalanması nəticəsində Qazan, Həştərxan, Krım və Noqay ordusu dövlətləri yaranır. Və yadda saxlamaq lazımdır ki, bunların hamısının varlığına Ruslar son qoyublar. Qazan xanlığına 16-cı əsrdə, Həştərxan xanlığına 16-cı əsrdə, Noqay ordusuna 16-cı əsrdə Ruslar son qoyub. Eyni zamanda Krıma da Ruslar son qoyub. Amma 18-ci əsrdə 1783-cü ildə bu haqda Rus-Osmanlı müharibəsi başlayacaqdı Krım üzərində. Bunu da növbəti mövzularımızda keçəcəyik. Qızıl Orda dövlətinin tam süqut tarixi 1502-ci ilə təsadüf eləyir. 16-cı əsrin əvvəllərində süqut eləyir. Qızıl Orda dövlətinin idarə quruluşundan biz danışsaq, dövləti böyük xan idarə eləyir. Xan adlı hökmdar idarə eləyir. Xandan vergilərdən azad olunmaq üçün yarlıq alan imtiyazlı şəxslər Tarxan adlanır. Tarxan nədir? İmtiyazlı şəxsdir. Niyə imtiyazlı şəxsdir? Vergidən azaddır. Niyə vergidən azaddır? Xan ona bu barədə yarlıq verir. Baskaq işğal olunmuş ərazilərdə, Qızıl Orda dövlətinin işğal etdiyi ərazilərində vergi yığılmasına baxan şəxsdir. Baş vəzir əsasən mülki işlərə rəhbərlik edir. Bəylərbəyi isə hərbi işlərə rəhbərlik edən şəxsdir. Eyni Səfəvilər dövlətində olduğu kimi Qızıl Orda dövlətində də Ali Məclis fəaliyyət göstərir və Ali Məclis xanın yanında məşvərətçi hüquqa malikdir. Qanunverici yazsa bu variantı səhv götürməli oluruq. Biz danışaq növbəti olaraq Teymurilər dövləti haqqında. Teymurilər əsasən Əmir Teymurun əsasını qoyduğu dövlət Teymurilər dövləti adlandırılır və Teymurilər dövləti mövcud olubdur 1370-ci ildən 1507-ci ilə qədərki müddətdə. Teymurilər dövlətinin yaranmazdan qabaq Əmir Teymur türk mənşəli sülaləyə məxsusdur, hansı ki Cağatay ulusunun bir qoluna mənsub olan Barlas qəbiləsindəndir və Əmir Teymur Səmərqəndlə Bəlx hakimi Əmir Qazanın yanında, sonra Əmir Hüseynin yanında fəaliyyət göstərir, sonra Əmir Hüseynlə münasibətləri pisləşir. 1365-66-cı illərdə Səmərqənddə bir hərəkat başlayır. Səmərqənddə, Mərkəzi Asiyada Sərbədarilər üsyanı başlayır və Sərbədarilər üsyanı Monqollara qarşıdır, yadımızda saxlayırıq. Hələ Sərbədarilər üsyanı baş verəndə 1365-66-cı ildə məlumdur ki, Teymurilər dövləti yoxdur və Əmir Teymurla Əmir Hüseyn, hansı ki yanında fəaliyyət göstərdiyi Əmir Hüseyn bir yerdə Sərbədarilər hərəkatını yatırırlar. Sərbədari sözünün mənası dara çəkilmişlər deməkdir. Həmin bu Monqollara qarşı başlamış hərəkatın yatırılmasından sonra mövqeyini gücləndirən Əmir Teymur 1370-ci ildə qurultay çağırır. Həmin qurultayda paytaxtı Səmərqənd şəhəri olan
Monqol dövlətinin əsasını qoyur. Əstəğfurullah, Teymuri dövlətinin əsasını qoyur və Əmir Teymur da Monqol dövləti kimi Xarəzm ərazisini tutur, Hələb, Şam şəhərlərini işğal eləyir. Əmir Teymur 1398-ci ildə Dehli sultanlığına Hindistana yürüş eləyir ki, hansı ki burada da əsas səbəb Hindistanın zəngin sərvətlərini ələ keçirtmək idi. Bu adam çalışıbdı ki, Moskva üzərinə yürüşə keçsin, ancaq Mərkəzi Asiyada baş verən qarışıqlıqlar buna imkan verməyibdi. Əmir Teymur heç zaman Çinə hücum etməyib. Əmir Teymur heç zaman Misirə hücum etməyibdi. 1398-ci ildə Hindistana yürüşünün nəticəsi olaraq Şimali Hindistanda dərin iqtisadi böhran başlayıb və Əmir Teymurun Azərbaycana yürüşləri, Azərbaycanı işğal etməsi, Şirvanşah 1-ci İbrahimlə müttəfiqlik münasibətləri, onu özündən asılı hala salması haqqında Azərbaycan tarixində danışmışdıq. 1402-ci ildə Ankara döyüşündə isə Əmir Teymur türk dünyasında elə bir hökmdar yox idi ki, onu məğlub eləməsin. Özünə məğlub edə bilmədiyi bir dənə də rəqib saxlamayıbdı Əmir Teymur. Və 1402-ci il Ankara döyüşündə Osmanlı sultanı 1-ci Bəyazidi məğlubiyyətə uğradan Əmir Teymur demək Avropanın Osmanlıların hücumlarına məruz qalmasının qarşısını alır. Əmir Teymurun Ankara döyüşündəki qələbəsi 1-ci Bəyazidin məğlubiyyəti Avropanın Osmanlı işğallarından bir müddət qurtarır. Və 1405-ci ildə Çinə səfəri zamanı vəfat edən Əmir Teymur Səmərqənd şəhərində dəfn olunur. Teymurilərin əsas hökmdarlarından olmuş, yəni Teymur dövlətinin adının bağlı olduğu Əmir Teymur dövləti idarə etmək, işğal olmuş ərazilərdə öz hakimiyyətini möhkəmləndirmək üçün qanunlar toplusu qəbul edir və Teymurun qanunları adlanır bu. Həmçinin Teymurilər dövləti də Monqol dövləti kimi mərkəzləşmiş dövlət deyil, uluslara bölünür. Uluslar valilər tərəfindən idarə edilir. Əmir Teymurun hakimiyyəti zamanı Səmərqənd şəhəri inkişaf eləyir, ciddi mədəniyyət mərkəzinə çevrilir və Əmir Teymurdan sonra hakimiyyətə Şahrux gəlir. Teymuri Şahrux paytaxtı Herat şəhərinə köçürdür. Həmçinin Teymuri Şahrux demək Şirvanşahları özündən asılı vəziyyətə salır. Osmanlı dövləti ilə, Qızıl Orda ilə normal münasibətlər yaradır, müharibə aparmır. Teymur Şahruxun hakimiyyəti illərinə düşür bu. 1409-cu ildən 1447-ci ilə qədər hakimiyyətdə olubdu bu adam. 1447-də yadınızdadırsa deyirdik Qaraqoyunlu hökmdarı Cahanşahın demək Şahruxun ölümündən sonra 1447-ci ildə Şahruxun ölümündən sonra müstəqillik əldə etməsi gətirib çıxardır Azərbaycan Qaraqoyunlular dövləti, Baharlı dövləti Teymurların asılılığından çıxır və müstəqil surətdə idarə olunmağa başlayır. Teymur Şahrux Osmanlı ilə müharibə aparmayıbdı. Əmir Teymurdan fərqli olaraq Teymur Şahrux Qızıl Orda ilə normal münasibətlər yaradıbdı. Əmir Teymurdan fərqli olaraq və Uluq bəyin hakimiyyəti dövründə bu Uluq bəy 2 il hakimiyyətdə olmasına baxmayaraq 47-49-cu illərdə Osmanlı dövləti ilə mədəni əlaqələr yaradır, normal qonşuluq münasibətləri həyata keçirdir, paytaxtlarının inkişaf etməsinə, mədəniyyətə çox önəm verir və bundan istifadə edən Mərkəzi Asiyadakı başqa bir dövlət şeybanilər gəlirlər Uluq bəyin hakimiyyəti dövründə Buxara ilə Səmərqənd ərazilərini tuturlar. Teymurilərin hakimiyyəti bircə Xorasanda qalır. Buxara ilə Səmərqənd şeybanilər tərəfindən tutulur, bir dənə Xorasan Teymurilərin əlində qalır. Və Əbu Səidin hakimiyyəti dövründə yadınıza gəlirsə deyirdik, Qaraqoyunlu hökmdarı Cahanşah Herata hücum eləmişdi, Əbu Səidi məğlubiyyətə uğratmışdı. Ağqoyunlu Uzun Həsən də Azərbaycana hücum etmiş Əbu Səidi 1468-69-cu illərdə məğlubiyyətə uğratmışdı. Bu Əbu Səid haqqında deyəcəyimiz qısa konkret bundan ibarətdir və Teymurilər dövlətinin bizə məlum olan sonuncu hökmdarı, yəni bizə məlum olan son güclü hökmdarı Hüseyn Bayqaradır. Hüseyn Bayqaranın hakimiyyəti dövründə şeybanilər gəlib Xorasanı da tuturlar, Heratı da ələ keçirirlər və 1507-ci ildə şeybanilər tərəfindən Teymurilər dövlətinin varlığına son qoyulur. Bir dənə biz xatırlayaq, hansı dövlətlərimiz 16-cı əsrin əvvəllərində süquta uğrayıbdı. 1503-cü ildə Bayandurlu dövləti, yəni Ağqoyunlu dövləti süquta uğrayır 16-cı əsrin əvvəllərində. Bayaq qeyd etdiyimiz 1502-ci il Qızıl Orda dövləti süquta uğrayır 16-cı əsrin əvvəllərində. İndi qeyd etdiyimiz 1507-ci ildə Teymurilər dövləti süquta uğrayır 16-cı əsrin əvvəllərində. Ondan sonra 1526-cı ildə Hindistanda mövcud olmuş Dehli sultanlığı Panipat döyüşündə məğlubiyyətə uğrayırdı ya.
süquta uğrayır və bu dövlətlər 16-cı əsrin əvvəllərində süquta uğradılmış dövlətlərimiz siyahısında verilməlidir. 1507-ci ildə dövlətin süqut etməsi zamanı Hüseyn Bayqaranın övladları gəlirlər Səfəvilərə sığınırlar. Səfəvi şahı 1-ci İsmayıla və Səfəvilərdən Şeybanilərin Xorasanı tutması, Xorasanın geri qaytarılması haqqında kömək istəyirlər. Səfəvilərin məhz bundan sonra Şeybanilərlə bir neçə il sonra 1510-cu il ötən dərsimizdə keçdiyimiz Mərv döyüşü baş verir ki, hansı ki Səfəvilər Şeybanilərlə mübarizə apararaq Xorasan bölgəsini ələ keçirtmiş olurlar. Məhz Səfəvi Şeybani mübarizəsinin başlanmasının səbəbi Hüseyn Bayqaranın övladlarının gəlib Əmir Teymura, Şah İsmayıla sığınması olur. Hörmətli abituriyentlər, dərsimiz bu qədər. Sağ olun.